Biz qozun çoxlu faydaları olduğunu bilirik. Bilirsinizmi, qozun özü qədər ondan hazırlanan suyu da bir o qədər faydalıdır. Biz sizlə qoz suyunun faydaları və hazırlanması qaydası ilə tanış olacağıq. Əvvəlcə qoz suyunun faydaları ilə tanış olaq. Qoz suyu dərini yumşaldır, sıxlaşdırır, sızanaq və ləkə problemlərinə çox təsirlidir. Həzm sistemi üçün çox faydalıdır, qəvizliyi aradan qaldırır, dırnaqları və saçları gücləndirir. Maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir. Arıqlamaq istəyənlər qoz suyunu sevə-sevə içə bilərlər. Hormonlara faydalıdır. Qalxana bənzər vəzinin el arasında zob deyilən xəstəliyin də müalicəsinə faydaları çoxdur. Yorğunluq, zəiflik kimi problemləri azaldır. Menstruasiya ağrılarına kömək edir. Hamilə qadınlar və süd verən analar üçün də tövsiyə olunur. Qoz suyu yuxu problemləri olanlar üçün vacib bir içkidir. Qan şəkərini tarazlaşdıraraq qan axımını sürətləndirir. Xolesterolu tarazlaşdırır, infarkt riskini azaldır. Tərkibindəki vitaminlərlə beyin funksiyasını gücləndirir, yaddaşı möhkəmləndirir. Gəlin bu faydalı içkini bir yerdə hazırlayaq. Bunun üçün bizə bir stəkan lazımdır və stəkana 200 ml su tökmüşük və indi mən qozun içdiyini göstərirəm. Əslinə qalsa 1 və ya 2 ədəd qoz olmalıdır. Mən də o cür etmişəm. Buna baxmayaraq mən daha faydalı olsun deyə qozun ara kəsmələri, onları da bu suyun içərisinə əlavə edəcəyəm. İstəyənlər bu suya bal da əlavə edə bilərlər. Onda daha dadı xoşa gələn olur və həm də faydaları daha çox olur. Bu qozdan hazırlanan suyu xanımlar axşamdan qoyun, səhərə qədər dursun və səhər bu içkini inanın ki çox sevə-sevə içəcəksiniz. Həqiqətən də həm qozun demək tərkibindəki o bütün vitaminlər suya çıxdığı üçün suyu da çox dadlı olacaq və qozun özü də inanın ki özündən də daha dadlı dadıyacaq. İnşallah bu faydalı içkini içərsiniz və xeyrini görərsiniz.